Hər kəsə salamlar. Hər birinizə uğurlu, xoş həftə sonu arzulayıram. Bugün 9 may tarixidir, əziz dostlar. Və fikrimcə 9 may tarixi bütün dünya xalqlarının, bütün bəşəriyyətin faşizm, nasizm ideologiyaları üzərində qələbəsi tarixidir. Şərhlərdə təbii ki, fikirlərinizi oxumaqdan məmnun olardım. Fərqli fikirlər, fərqli mövqelər ola bilər. Amma mənim bir araşdırmaçı kimi gəldiyim və əminliklə çıxardığım nəticə bundan ibarətdir ki, bu son dərəcədə möhtəşəm bir qələbədir. Bütün bəşəriyyətin qələbəsidir və xeyrin şər üzərində qələbəsidir. Ətraflı əgər mənim gəldiyim nəticələr, qənaətlər barədə tanış olmaq istəyirsinizsə, o zaman YouTube kanalımda elə bugün bir 20 dəqiqəlik təqdimat paylaşmışam. Mən də çox məmnun olardım. YouTube'da Ramin Lev yazırsınız, videolar bölməsində həmin təqdimatı izləyirsiniz. Vaxtı olanlar, bu işə marağı olanlar, zəhmət olmasa daxil olsunlar, baxsınlar həmin təqdimata, fikirlərini yazsınlar, şərhlərini bölüşsünlər. Bir daha, əziz Azərbaycanlılar və bütün dünya xalqları, qələbə gününüz mübarəkdir. Hələlik.